Salam əziz uşaqlar. Bugünkü dərsimiz Balaca qara balıq mətninin ikinci hissəsinin ev tapşırıqları ilə bağlıdır. Yəqin ki, artıq siz mətninizi yazmış, annotasiyanı hazırlamısınız. Burada bizim ev tapşırıqlarında isə, deməli, A tapşırığında əsərdə iştirak edən obrazları müəyyənləşdirmək və onların əsas xarakteri xüsusiyyətlərini cədvəlin müvafiq xanasına yazmalıyıq. Yadınızdadırsa, bizim Balaca qara balıq əsərində müxtəlif balıq, daha sonra ana balıq, böyük balıq, eyni zamanda çömçə quyruqlar, qutan, qurbağa haqqında söhbətlərimiz oldu. Bax, onların xarakterini müəyyən etmək üçün bu cədvəli hazırlamışam. Gəlin biz bir yerdə onu müəyyən edək. Bizim balaca qara balıq hansı xarakterə malik idi? Balaca qara balıq yenilikçi idi. Bəs arxda yaşayan digər balıqlar, onlar köhnə fikirli idi. Daha sonra qurbağa və balaları, onlar isə uşaqlar nadan, cahil idilər. Biz onu əsaslandıranda da görərdik ki, onlar gölməçədən başqa dünya tanımırdılar. Kəltənkələ isə uşaqlar yardımsevər idi. Yadınızdadır, o qutandan xilas olmaq üçün hətta balaca qara balığa xəncər də vermişdi. Çaydakı xırda balıqlar isə uşaqlar qorxaq, satqın idi. Yadınızdadır, qutan onları udarkən balaca qara balığa hücum etmək istəyirdilər. Bəs qutan isə hiyləgər idi. Keçək növbəti tapşırığa. B tapşırığında isə qurbağa nə üçün balaca qara balığa əsəbləşib hücum etdi? Onun davranışına gəlin münasibət bildirək. Yadınızdadırsa, balaca qara balıq gölməçiyə gələrkən, deməli, orada çömçə quyruqları gördü və onlara suallar verəndə qurbağa dedi ki, siz mənim balalarımı neyinirsiniz? Onları yoldan çıxarırsınız. Deməli, biz həmin hissəyə diqqət edək, yəqin ki, xatırlayacaqsınız. Deməli, o da arxda yaşayan digər balıqlar kimi mühafizəkar və köhnə fikirli idi. Söhbət qurbağadan gedir. Balaca balığın çömçə quyruqlara başqa dünyadan danışmasına əsəbləşdi. Balalarını yoldan çıxardığını düşünərək ona hücum etdi. Balaca balığın dediyi kimi o nadan idi. Gölməçədən savayı dünya olmadığını düşünürdü. Bəli, bu fakt bizim mətnimizdə var idi. Keçirik növbəti hissəyə. Deməli, balaca qara balıq mətnindən verilmiş nümunələrin hansı obrazın nitqinə aid olduğunu müəyyənləşdirək. Diqqətli olun. Deməli, mətnimizin bir hissəsində belə bir ifadə var idi. Arxın nə əvvəli var, nə axırı. Elə gördüyün nə varsa odur. Uşaqlar, bu kimin nitqindən idi? Balaca balığın anasının. Sonra ikinci nitqə baxaq. Sən mənim uşaqlarımı yoldan çıxarma. Belə ömür sürmüşəm. Bu gölməçədən savayı dünya görməmişəm. Bu nitq isə qurbağaya məxsus idi. Sizi bir şərtlə bağışlayaram. Bu boşboğaz balığı öldürün. Bunu isə hiyləgər qutan demişdi. Növbəti nitq. Səhərdən axşamacan dünyanı gəzirik. Amma özümüzdən, ata-anamızdan, böcəklərdən başqa heç kəsi görmürük. Bunu deyən isə çömçə quyruğu idi. Sənə bir xəncər verərəm. Qutanın əlinə keçsən, kisəni deşib canını qurtararsan. Bunu isə xeyirxah, köməksevər, kəltənkələ demişdi. Sonda isə uşaqlar, bu nitq də var idi. Qardaş, bizim dənizə xoş gəlibsən. Balaca qara balıq dənizə gedib çatanda, bunu isə böyük balıqlardan biri demişdi. Uşaqlar, bununla da mövzumuz sona çatır. Siz də yenilikçi olun və yeniliyə açıq olun. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.